Bir düşünün, bədəninizdə 2 fərqli enerji var. Biri sizin hüceyrələrinizdən, digəri isə şüurunuzdan əmələ. Bu ikisini bir yerə qatsanız, miks eləsəz nə olar? Cavab çox sadədir. Çakra. Bu gün oradan-burdan seriyamızın Narutodakı təməl daşına, çakraya ətraflı baxırıq və zənn etdiyinizdən qat-qat dərin bir sistem olacağına əmin ola bilərsiniz. Əvvəla, çakra sadəcə enerji deyil, canlı orqanizmlərə məxsus fövqəltəbii bir substansiyadır. Yəni, lor dildə desək, bədəndə axan enerji kimi təsvir olunur və deyilənə görə bütün şüurları ta yaranışdan bir-birinə bağlayır. Maraqlıdır ki, Otsutsuki klanının planetdən planetə səyahət etməsinin səbəbi elə budur. Onlar çakra meyvəsi yaratmaq üçün planetlərdəki bütün çakranı toplayırlar. Bəs yerdə çakra hardan gəldi? Bu hissələr bəziləri üçün spoilerdır, ona görə indidən xəbərdarlığımı edim. İndi gəlin yenidən başlayaq. Bəs yer kürəsində çakra hardan gəldi? Madaranın Hagoromo'nun daş lövhəsindən əldə etdiyi məlumata görə insanlarda çakra olmayıb. Bu, Hamura və Hagoromo Otsutsuki doğulana qədər davam edir. Onların valideyni olan Kaguya planetlərinin tanrı ağacından çakra meyvəsi yeyəndən sonra bu iki qardaş çakra ilə doğulub. Hagoromo isə Ninshu adlı bir təcrübə vasitəsilə çakranı insanlara yaymağı başlayır. Məqsədi insanların ruhani enerjilərini birləşdirərək danışmadan bir-birini anlamalarını, bir-biri ilə əlaqə qurmaqlarını təmin etməkdir. Amma iş gözlədiyi kimi çıxmadı deyək. İnsanlar bunun əvəzinə öz daxili enerjilərini birləşdirib gücləndirdilər və nəticədə bugünkü ninjutsu ortaya çıxmış oldu. İndi gəlin texniki hissəyə baxaq. Çakra əslində iki fərqli enerjinin stamina adlanan cütün birləşməsindən yaranır. Birinci fiziki enerji insan bədənindəki hər bir hüceyrədən toplanır. İkincisi isə ruhani enerji şuurdan və məntiqdən gəlir və məşq və meditasiya təcrübə ilə artırıla bilər. Bu iki enerji nə qədər güclənərsə, yaranan çakra da bir o qədər güclü olar. Bu səbəbdən bir texnikanı təkrar-təkrar məşq etmək faktiki olaraq sizi gücləndirir. Təcrübə ruhani enerjini artırır və bu da daha çox çakraya bərabər deməkdir. Amma diqqət, hər ninjanın maksimum çakra həddi var və bu əsasən genetik amillərlə məhdudlaşır. Məsələn, Kakashi orta səviyyəli çakra ehtiyatına malikdir. Amma nə qədər məşq etsə də heç vaxt Naruto qədər çakraya sahib ola bilməz. Bunu Kakashi özü də etiraf edib. Maraqlısı da budur ki, çakranın miqdarı təhlükəli də ola bilər. Əgər bədən özünə uyğun olmayan qədər çakra alarsa, bu ölümlə nəticələnə bilər. Buna misal olaraq ninjalardan bir Gyuki'nin çakrasını yemək istəyəndə gücünü əldə etmək əvəzinə həyatını itirmişdi. Digər tərəfdən tam əksinə çakranın yox olması da, çakradan artıq dərəcədə istifadə edilməsi də ölümlə nəticələnə bilər. Hər insanın çakrası fərqli və özünə məxsusdur. Sensor tipli ninjalar bunu ayırd edə bilir və hətta dojutsu sahibləri isə hər kəsin çakrasının fərqli rəngini belə görə bilirlər. Və bu təkcə texniki deyil, emosional olaraq da yaxınlaşa bilərlər. Məsəl üçün, Karin Naruto'nun çakrasını isti və parlaq, Sasuke'nin çakrasını isə nifrət və lənət adı altında olarkən soyuq və qaranlıq kimi təsvir edib. Sonda isə çakra nəzarəti gəlir. Yəni, lazım olan qədər çakranı düzgün formada işlətmək bacarığı. Çox çakra sərf etmək israfdır. Az çakra isə texnikanın uğursuz olmasına səbəb olur. Elə buna görə də ağaca dırmaşma, su səthində yürüyüş kimi məşqlər akademiyada tədris olunur. Gördüyünüz kimi, çakra sadəcə gücdür demək o qədər də kifayət deyil. Bu fiziki və ruhani enerjinin, elmin və fəlsəfənin, hətta emosiyanın belə birləşdiyi kompleks ortaya çıxan bir sistemdir.